Etibar mövzusu açılmışkən, son zamanlarda süni zəkanın da təsirlərini biz fərqli istiqamətdən də təhlil etməliyik. Etibar mövzusu gəldikdə süni zəkaya biz məsləhətləşirik, amma məncə hələ etibar etmirik. Bunu düşünürdüm bir neçə gündür ki, bunun səbəbi nədir? Düşünürəm bəlkə bunun 8 yaşı var, təxminən 8-10 yaşı var. Yəni ki, bu hələ bu yeniyetməlik dövrünə gəlməlidir ki, biz artıq ona etibar edək. Yəni bugün hər birimiz nəyisə soruşuruq. Amma onu süni zəkadan öyrəndiyimizi dostlarımıza deməyə biraz utanırıq. Məsəl üçün, siz hər hansısa bir dərman vasitəsini süni zəkadan tapdığınızı dostlarınıza deməyə yəqin ki, utanacaqsınız ki, sizə yaxşı baxmayacaqlar və deyəcəklər ki, bundan sonra sən həkimə müraciət etməliydin. Və yaxud bugün biz bilirik ki, müxtəlif kommunikasiya vasitələri var. Məsəl üçün, mən restoran sektorunda çalışıram. Restoran sektorunun müştərisi əlbəttə ki, bəzi məlumatları Google-dan axtarır, bəzi məlumatları süni zəkadan axtarır, amma etibar etdiyi şəxs bugün yəqin ki, bloger və influencerlardır. Niyə elədir? Çünki orada artıq bir insan faktoru var, o insanın bir keçmişi var, onun bir məlumat bazası var. Bu yaxınlarda belə bir cümlə eşitdim. Deyir, influencer marketing etibarın transferidir. Yəni, bizə etibarı ötürən şəxsdir. Və düşünürəm ki, süni zəka influencer marketinqə, blogerliyə, sosial mediaya, ümumilikdə bir çox yeniliklər gətirib. İstər həmin o kontentlərin hazırlanmasına, istər o mətnlərin yazılmasına, istər müəyyən vizual effektlərin daha da gözəlləşməsinə səbəb olub, amma etibar yarada bilməyib. Bugün artıq dünyada da, Azərbaycanda da mən görmüşəm bir neçə artıq AI model var ki, ondan hansısa geyim mağazaları həmin model üzərindən reklam aparırlar, səsləndirmək olaraq aparırlar, hansısa xəbər, bildiyim qədər dövlət qurumlarının bu haqda bir kanalı da var. Mən Asan TV-də görmüşdüm ki, Asaniyə adlı bir süni zəka modeli də var. Yəni, bu kimi modellər var. Amma mən düşünürəm ki, istər xəbər aparıcısı olsun, bir xəbər aparıcısı, yəni canlı bir xəbər aparıcısından daha çox inanacaqlar ki, o deyirsə düz deyir. Amma bugün süni intellektlə hazırlanmış o videoya düşünürəm ki, biraz tərəddüdlü yanaşırıq. Bunun da yəqin ki, səbəbi odur ki, bu hələ yeni yaranıb və səhvləridir. Yəni, bütün dediyi məlumatlar hamısı dürüst olmur, çünki o müxtəlif informasiya bazaları əsasında formalaşıb və etibar qazanması üçün onun daha mükəmməl olmasına ehtiyac var və o mükəmməl, belə deyək ki, performansından sonra artıq biz bir-birimizə deyəcəyik ki, süni zəkadan soruşsan və yaxud konkret bir süni zəka adı çəkəcəyik ki, filan süni zəkadan istifadə etsən, mütləq o etibarlı olacaq. Necə ki, biz bugün deyirik ki, get filan həkimin yanına, o mütləq səni sağaldacaq, savadlı həkimdir. Mən düşünürəm ki, burada yəqin ki, yaratma prosesində iştirak etməmək də var. Çünki biz özümüz hazırladığımız, prosesin içində özümüz iştirak etdiyimiz, belə deyək, işlərə daha çox inanırıq. Mən düşünürəm ki, biz süni zəkanın yaratma prosesində yoxuq. İndi səhv etmirəmsə, son zamanlarda eşitdim ki, artıq Təhsil Nazirliyi bu barədə müəyyən işlər görəcək. Və biz özümüz, belə deyək, data yaradan və yaxud həmin o süni zəkanın yaratma prosesində iştirak etmədiyimiz üçün, bu bizə ixrac olunduğu üçün, daha doğrusu ithal olunduğu üçün, biz bu məlumatı yavaş-yavaş həzm edirik. Mənim Avropada yaşayan dostlarım var ki, onların təzə övladları olanda onlar uşaqla bağlı məsləhətləri süni zəkadan alırlar. Və düşünürlər ki, öz valideynlərindən alacaqları məlumatlar köhnə informasiyalardır. Amma süni zəkanın verdiyi informasiya həm emosiyasız, həm də daha yeni bir məhsul olacaq, yeni bir informasiya olacaq. Ona görə məncə ölkə faktorunun burada çox rolu var.
ölkənin harda məsləhətləşməsini çox böyük rol var. Yəqin ki, bu bizim mentalitetlə çox bağlıdır. Niyə görə? Çünki biz həmişə böyüklərdən məsləhət almağı xoşlayırıq. Ona görə mən 8 yaşlı qeyd edirəm ki, biz 8 yaşlı heç kimdən məsləhət almırıq. Əslində almalıyıq, təbii ki, böyükdən də, kiçikdən də öyrənəcəyimiz şeylər var, amma hər zaman tövsiyə olunan böyükdən olur. Ona görə düşünürəm ki, məsələn, bugün əminəm ki, 5 yaşlı, 10 yaşlı və yaxud hal-hazırda ali məktəbə hazırlaşan uşaqlar əminəm ki, məsləhətləşirlər süni zəkadan ki, səncə mən hara müraciət etsəm yaxşı olar, amma bunu hansısa bir valideynə kommunikasiya etsək, deyər ki, sən mənə inarsan, yoxsa süni zəkaya. Əminəm ki, yəni çox böyük təzyiqlə üzləşərik. Ona görə burada bəli mental məsələlər var, amma siz 10 il əvvəl, 15 il əvvəl Instagramı olana belə qeyri-ciddi kimi baxırdıq. İnsanlar azə Facebook işlətməli idilər. TikTok da hal-hazırda yarı ciddi, yarı qeyri-ciddi platformadır. Məncə düşünürəm ki, süni zəka əslində 8 ilə baxanda belə deyək, sahəsindən, bilik səviyyəsindən, təhsilindən asılı olmayaraq hamı istifadə edir. Və mənə görə bu, yəni mümkün qədər maksimum sürətlə gedir və mən təsəvvür edirəm ki, o 20 yaşa çatanda istər tibb konsultasiyalarını, etibarını qazanacaq, istər restoran sahəsində nə yemək yeməli olduğumuzu bizə deyəcək, hansı restorana getməli olduğumuzu, hansı kremdən istifadə etməli olduğumuzu da mütləq deyəcək və etibar qazanacaq. Amma hələ ki onun düşünürəm ki, etibar qazanma dövrüdür. Baxmalıyıq. Birincisi, hesabatlılıq və araşdırma baxımından AI bizə təsir edir. İkinci isə vizual məsələlərdə bizə köməklik göstərir. Ümumilikdə əvvəllər biz bir araşdırma etmək üçün ki, biz hansı influencerla işləməliyik, biz çox saylı səhifələri analiz etməliydik tək-tək, manual olaraq. Bugün isə bir neçə platforma var ki, siz orada filtrlər eləyə bilərsiniz və orada siz hansı izləyici kütləsinə xitab edən, xanım olması, bəy olması, food bloger olması və yaxud ümumi life bloger olması, neçə min izləyicisinin olub-olmaması və hətta həmin izləyicilərinin neçə faizinin realı, neçə faiz fake olmasını da müəyyən edən süni zəka alətləri var və bundan zaman-zaman istifadə edirik. Təbii ki, ümumilikdə çox sayda, məsələn, böyük qlobal markalar ki, eyni anda 100-200 blogerlə, influencerla işləyirlər, onlar üçün bu toollar daha çox lazımlıdır. Bir də məsələnin kontent tərəfi var. Arzu xanımın qeyd elədiyi kimi, Türkiyədə də bu var. Serenay deyə bir influencer model var. Bu normalda mövcud deyil, amma məsəl üçün o müxtəlif paylaşımlar edir ki, məsələn, Türkiyəyə bu yaxınlarda repey gəlmişdi, ondan şəkil paylaşdı ki, onunla birlikdə yeməkdəyik. Və təbii ki, o cür populyar influencerlarla siz istənilən brend əməkdaşlıq edə bilər və çox böyük təbii ki, rəğbət görəcəklər. Azərbaycanda da var, blogerlər arasında süni zəka öz simasını belə deyək, süni zəka ilə dəyişdirən bir xanım blogerimiz var. Əlbəttə, bayaq dediyim o mental səbəblər üzərindən onu digər food blogerlərdən müqayisə etdikdə çox aşağıdadır, yəni baxış səviyyəsi çox aşağıdadır. Bu da həmin məsələnin etibarlılığına gətirib çıxardır. Bugün hətta biz influencer marketingdən danışanda və etibardan danışanda bir təzadlı məsələ var. Əvvəllər bizə elə gəlirdi ki, influencer əgər follower nə qədər çoxdursa, bu bir o qədər təsirlidir. Effektivdir. Bugün amma isə görürük ki, bəlkə 10 min, 15 min, 20 min, 50 min izləyicisi olan bir bloger, influencer, bəlkə 500 min influencerdan daha effektiv ola bilər satışda. Buna səbəb nədir? 500 min səhifəsi olan influencer'a o müxtəlif sferalarla işlədiyi üçün və müxtəlif brendlərlə işlədiyi üçün çox sayda müştərisi olduğundan, çox sayda brendlə əməkdaşlıq etdiyindən etibar səviyyəsi azalır. Təbii ki, buna diqqət edən influencerlarımız var ki, məsəl üçün, əgər
restoranla işləyirsə bir restoranla işləyirlər, market işləyirsə bir dənə market işləyir. Amma buna uymayanlar da var və ümumilikdə belə bir təsəvvür var ki, bir ara ki, necə ki deyirdilər ki, reklam eləyirlərsə demək ki, yaxşı məhsul deyil. Bu gün də belə bir düşüncə var ki, əgər influencer deyirsə, yəqin ki, bu doğru deyil. Və biz bunu dəfələrlə görmüşük, hətta bunu düşünürəm ki, gəlib yoxlayan insanlar da var ki, doğrudan da blogerin reklam elədiyi kimidir, məsələn, hansısa bir məhsuldursa, hansısa bir xidmətsə və ümumilikdə influencer marketinqdə AI düşünürəm ki, sırf Azərbaycan üzrə, dünya üzrə də çox şey dəyişib və etibar məsələsi onlar üçün daha az ikinci dərəcəli əhəmiyyətli olduğu üçün, onlar əsas dataya baxdıqları üçün, onlar üçün bu daha, belə deyək, faydalıdır. Azərbaycan üçün hələ yenilikdir. Yəni, Azərbaycan üçün AI-dan istifadə nə maraqlı işdir, amma daha yaxşı işdir deyil, o deyil. Nə maraqlı işdir kimi baxırıq. Və bu influencer marketinqə mən aktiv, belə deyək, istifadəçilərindən biriyəm şirkət olaraq. Çünki pərakəndə sektor olaraq ən belə münasib və effektiv alət influencer marketinqdir və mən çoxsaylı şəxslərlə əməkdaşlıq edirəm və mən onların satışında azalma hiss eləmirəm. Yəni, real influencerların AI-dan sonra bir satışında azalma hiss eləmirəm. Çünki biz hələ də ola bilər arada ChatGPT ilə dərdləşirik, nəyisə soruşuruq, amma yenə də səhər yeməyinə hara gedəcəyimizə futbolcularımız qərar verir və ya geyimi, hansısa modellər, hansısa müğənni qərar verir. Ona görə də mən düşünürəm ki, AI hələ sırf, mən xüsusilə Azərbaycan üçün deyim, hələ üzərində çox çalışmalıdır ki, əgər bilmirəm, belə bir məqsəd də bəlkə yoxdur heç. Sadəcə, əgər biz düşünürüksə ki, influencer marketinqi də məhv edəcək, bunun üçün hələ bir neçə il gözləmək lazım. Çünki məhv edəcək yoxsa yox? Eləyə bilər, əgər gözlənilən o etibarla bağlı olan işləri görə bilsə, edə bilər. Necə ki, məsəl üçün, danışarkən, belə deyək ki, ağlıma gəldi, məsəl üçün, illər əvvəl yüksək mərtəbəli binalarda yaşamaq təhlükəli idi və insanlar deyirdilər ki, həyət evində qalmaq lazımdır, kiçik binalarda qalmaq lazımdır. Bugün məncə elə bir problem yoxdur. Çünki illər artıq sübut elədi ki, binanın yüksək yoxsa, belə deyək ki, balaca mərtəbəli olması onun keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Yəni, zəlzələyə davamlılıq bundan əlaqəlidir. Mən düşünürəm ki, influencer marketinqdə o zaman zəifləyə bilər ki, bizim süni zəka ilə bağlı düşüncələrimiz dəyişsə. Yəni, o daha dolğun informasiya versin və daha səhv eləsin və biz dildən dilə artıq deyək ki, əvvəllər bir-birimizə deyirik ki, Google elə, indi ChatGPT-yə yaz deyirik. Amma üstündən də bir dənə deyirik ki, amma hamısına da inanma, nə deyir ona inanma. O sözü deməyəndə mən düşünürəm ki, artıq influencer marketinqi bir təhdid başlayacaq, amma yaxın bir dövr üçün belə bir şey gözləmirəm. Biz bu ölçülməklə bağlı iki məsələni deməliyik. Hələ ki, mən sahənin içindəyəm, mən baxıram ki, məsəl üçün, hansı blogerin neçə faiz izləyicisi fakedir və ya realdır və yaxud onun kommentləri, like'larını, baxışı satın alınmı, yoxsa yox. İllər öncə bu bir ən azından utanılan və gizli bir proses idi ki, izləmə alan, bot alan səhifələr var idi. Amma bunun üçün sənin tanışlı olmalıydı, müəyyən qədər ona müraciət eləməliydin. O adamlar bəzən proqramist deyirdilər, bəzən müxtəlif adlar deyirdilər. Bugün artıq bir platforma var Azərbaycanda, yəni domeni az olan bir platforma var ki, siz oraya girib, əvvəllər mən yadıma gəlir ki, əvvəllər baxışı satın almaq olurdu, like olurdu. Daha sonra kommenti almaq olurdu, onu da etdilər. Və ən son bir ilə qədər mənə deyirdilər ki, əsas paylaşımdır, şeir çoxdursa, demək ki, bu, belə deyək ki, düzdür. Yəni, bu paylaşımın statistikası düzdür. Artıq o da mümkündür və artıq hər biri satın alınan bir alət olduğundan brendlər üçün
istifadə etməyən blogerlər axtarır və onlar da təbii ki, daha bahalıdır. Necə ki, organik bir məhsul daha bahalıdır, kimya olan belə deyək, məhsullar daha ucuzdur. Və düşünürəm ki, indi süni zəkadan sonra, bəli, promokod məsələsi, bəli, illər öncə bunu da deyirdilər ki, link üzərindən, məsələn, e-commerce təşkilatları indi, Aslan bəy e-commerce-də çalışır, onların saytı var və daha rahat promokoddan, linklərdən istifadə edə bilir. Və amma düşünürəm ki, bu da artıq bir zaman sonra bu da sui-istifadə hallarına ola bilər. Məsələn, qlobal marka olduğu üçün adını çəkirəm. Məsələn, Trendyol olsun. Bildiyiniz kimi Trendyol müxtəlif influencerlarla əməkdaşlıq edir və link sayına görə, satışa görə o müəyyən mənada onlara ödəmələr edirlər. Amma bugün həmin o süni zəkanın mənfi tərəflərindən biri odur ki, o həm də sənə botlarla bağlı məsələlərdə köməklik edir və bu siz görə bilərsiniz ki, linklərdə 100.000 link olunub, amma o 100.000 link organik deyil. O baxımdan işimizin çətin tərəfi odur ki, statistikalar artıq çirklənməyə başlayıb. Amma müştərilər üçün bunun bir önəmi var. Məncə yoxdur. Məsələn, mən dostlarımız sayəsində işləyirəm, hansı ki, onlar statistika ilə maraqlanırlar. Deyir ki, filan kəsin videosunu gördün, yarım milyon baxır. Filan kəsin gördün, 100.000 like gəlir. Təbii ki, indi onu araşdırmır deyə, onun üçün xoşdur və deyir ki, 500.000 insan var, 3 milyon takipçisi var. Amma əslində elə bir şey yoxdur da, təbii ki, 3 milyon onun takipçisi yoxdur, sadəcə olaraq müəyyən mənada düzəlir. Ona görə influencer marketinqə təsir edir, həm mənfi, həm müsbət və müəyyən mənada növbəti dövrdə artıq necə bir alət olmalıdır ki, buna müdaxilə imkanı olması, məsələn, məni də hal-hazırda o düşündürür ki, hansı alət olsun ki, biz bunu etməyək. Çünki yəqin ki, fikir vermişsiniz, siz bir müsabiqə elan eləyəndə bir nəfər 25 dənə rəy yazır və baxırsınız ki, yenidən sizin statistikalı çekləndir, sanki 3000 adam rəy yazır, amma 3000 adam deyil, 300 nəfərdir. Yəni, bu kimi çoxlu çekləndirici amillər var və müəyyən mənada düşünürəm ki, gələcəkdə necə ki, biz informasiya indi deyirik ki, bu datanın data bolluğu var, amma təmiz data azdır. Məncə bu influencer marketinqə də aiddir. Mən düşünürəm ki, bəli, azacıq da olsa belə bir təhlükə var. Çünki biz bunu digər məsələlərdə görürük ki, avtomatlaşdırma prosesi getdikcə insan əl işləri qiymətli olur və hər hansısa bir zərgərlik məhsulu olsun və ya digər əl ilə, ustalıqla tələb edən bir işləri görürük ki, daha qiymətli olur və əminəm ki, yaxın dövrdə, çünki hal-hazırda məncə bir çox copywriter də, senarist də və bu yaradıcı sektorun müxtəlif dizaynerlərdə, müxtəlif bu sferada çalışanlar bu alətdən çox istifadə edirlər və mən əminəm ki, bəlkə də deyirlər artıq ki, xahiş edirəm özün yaz. Əminəm ki, bu sözü də biz nə vaxt eşidəcəyik ki, copywriterə belə bir tapşırıq verək ki, xahiş edirəm özün yaz, GPT yazmasın. Və mən düşünürəm ki, ona görə bu bizim vərdişlərimizi belə öldürdükcə Səlmə xanım da o məsələyə toxundu, danışma, yazma bacarıqlarımızın öldürməsindən və doğrudan da elədir. Yəni, uzun müddətdir mən sosial media mətnini birbaşa yazmıram. GPT üzərindən öz əlavələrimi edərək edirəm və əlbəttə ki, bu müəyyən mənada hansısa bir məsələlərdə mənə gələcəkdə çətinlik yarada bilər ki, yəni, bir gün internet olmasa deyir, danışdıq, yaxşı uşaqlar imiş. Yəni, doğrudan da internet olmasa bəzi işlərimiz ləngər artıq. Ona görə məncə belə bir təhlükə var və təbii ki, burada insan amili bunları inkişaf elətdirəcək ki, bir kontent o birisindən çox olsun, amma məncə biz bu süni zəkanı o qədər indi sürətli istifadə edirik ki, necə ki, hər şeyi sürətli istifadə edəndə o məhvə məhkum olur. Mən düşünürəm ki, ola bilsin ki, biz indi, bilmirəm, bu 12-ci milli marketinq forumu olacaq, yoxsa
daha növbəti marketinq forumlarında biz daha yeni bir marketinq kommunikasiyası alətindən danışacağıq ki, artıq kontentlərimizi, kommunikasiyalarımızı daha yeni bir alətlə, çünki biz o qədər bunu sürətli istifadə edirik və sürətli tükəndiririk. Yəni dünən olunan yenilikə o qədər artıq sıra dışı baxırıq ki, mən düşünürəm ki, o bir ildən sonra bugünkü yeniliklər bizi təəccübləndirməyəcək. Yəni hansısa bir şəklin, əl effektinin olması artıq bizi təəccübləndirməyəcək. Bir ildən sonra daha yaxşısını istəyəcəyik, daha yaxşısını istəyəcəyik və sonda yəqin ki, yenidən bir təkamül baş verəcək və sonda yeni bir şey doğulacaq. Mən ona görə gözləntim odur ki, çatdırsaq 12-ci marketinq forumuna onu danışarıq. Məncə burada əsas məsələ sektorlar üzrə marketinqdən gözləntilərə gəlməlidir. Məncə yəni ümumi biliklər, marketinq bilikləri aşağı-yuxarı oyun qaydaları eynidir. Yəni istənilən sektor üzrə nə etməli olduğumuz aşağı-yuxarı eynidir. Sadəcə olaraq burada elə sektor var ki, o marketinq ümumiyyətlə mövcud olmur. Elə sahələr var ki, marketinq onun köməkçi sahəsidir, müəyyən məqdar dəstəkləyici mövqedədir. Bu baxımdan biz müqayisə edə bilərik. Nisbi, bu da həqiqətən ki, nisbi müqayisə olacaq. Amma ümumilikdə nə işlə məşğul olmaq, hansı sahə marketinqinə qərar vermək üçün məncə sevdiyi peşə üzrə getməlidir. Əgər bu sahənin məncə ən maraqlı tərəflərindən biri odur ki, sən öz hobbini bunun marketinqinə çevirə bilirsən. Məsəl üçün, əgər sizin geyimlərdən çox, belə deyək ki, məlumatlısınızsa, dünyada hansı markalar var, parçaların bir-birindən növləri necədir filan, siz geyim sektoru üzrə deyək ki, marketinqdə mövqelənə bilərsiniz və bu formada davam edə. Və yaxud siz marketdə işləmirsinizsə, bir satıcı təcrübəniz varsa, qida sektorunu bilirsinizsə, bu sahə üzrə yönələ bilərsiniz. Və yaxud tibbdə çalışmışsınız müəyyən müddətdə, mühasib ki, biz bilirik ki, bu sahənin deməli mütəxəssisləri satışdan başlayır və yaxud maliyyə, satış, iqtisadiyyat və yaxud müxtəlif buna yaxın sahələrdən başlayır və mən ən çox istəyərəm ki, kimlər ki yeni başlayacaq, onlar o sahənin belə deyək ki, müxtəlif işlərində çalışsınlar. Əgər ruhlarına yaxın gəlirsə və düşünürlərsə ki, bu sahəni biraz da inkişaf elətdirmək olar, müştəri yönümlü bu kimi təkliflər etmək olar, o sahəyə yönəlsinlər. Daha rahat olacaq deyə düşünürəm.